qapı açıldıqda havanın girməsindən daha sürətli şeytan haram baxışla insanın qəlbinə girir. Və şeytan insanın qəlbinə girdikdən sonra, bu haram baxışdan sonra, haram baxış sayəsində qəlbinə girir. Qəlbə girdikdən sonra o baxdığının, o haramı bunun qəlbində gözəlləşdirir, onu bəziyir və o qəlb üçün həmən baxdığı şeyi bütə çevirir ki, o qəlb də o bütün ətrafında qapanıb qalır. Sonra o qəlbə vədlər verir, arzular oyadır və o qəlbdə şəhvət alovu alovlandırır. Və yulqi alayhi hatabal maasi və o qəlbin içindəki alovlandırdığı oda, asiliklər odunları atır. Hansı ki, bundan əvvəl, o surətə baxmamışdan əvvəl, harama baxmamışdan əvvəl o asiliklər odunlarını ata bilmirdi. Və ondan sonra qəlb alov içərisində olur. Və ondan sonra o qəlb başlayır o alovun nəfəslərini hiss etməyə. O həsrətlər, o yanğılar gəlir. Və qəlb də hər tərəfdən alov içərisində olur. Alov qəlbi hər tərəfdən bölüyür və o qəlbdə alovun ortasında, təndirin ortasındakı qoyun kimi olur. Və ona görə deyir ki, yəni haram şəkillərə baxan, şəhvətlər ardınca gedənlərin cəzası onlar üçün bərzəxdə oddan təndir edilir və onların ruhları da ora atılırlar qiyamətə qədər. Necə ki, Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləmə bunu göstərmişdir və Buxari və Müslimdə keçən hədisdə. 9-uncusu, yəni gözü haramdan çəkdikdə qəlb öz xeyirləri ilə məşğul olmaq üçün ayrılır. Qəlb özünə xeyirli olan şeyləri fikirləşir. Amma gözü harama buraxmaq isə bu fikirlər dağıdır və insanla o xeyirlər arasına girir. Və o insanın işləri səmərəsiz olur və nəfsinə tabi olur, qəflət içərisində Allahı zikirdən, Allahı anmaqdan qafil qalır. Necə ki, Allah Kəhf surəsində buyurur ki, وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Bizi zikirdən qəlbini qafil etdiyimiz və nəfsi istəklərinə tabi olan, hər işində də, hər bir işi səmərəsiz olana tabi olma və gözü harama buraxmaq da bu şeyləri insana vacib edir. 10-cu faydalarından gözlə qəlb arasında keçid var, yol vardır və birinin o birisindən təsirlənməsini vacib edir. Biri düzəlirsə, o biri düzəlir. Biri körlansa, o birisi də körlanır. Əgər qəlb körlanarsa, mütləq insanın baxışları körlanacaqdır. Əgər göz körlanarsa, qəlb körlanacaqdır. Və həmçinin islah da belədir. Əgər göz xarab olarsa, insanın gözü haramlarda gəzərsə və mütləq şəkildə qəlb xarab olub körlanacaqdır. Və o qəlbdə zibilliğə çevrilir. O zibillik ki, nəcasətlər, zibillər və çirkabların yeridir. Və o qəlb ondan sonra Allahı tanımaq, Allah sevgisi, Allaha dönmək, Allahla ünsiyyət tapmaq və Allaha yaxınlıqla sevinç tapmaq üçün yararlı qəlb olmur. O qəlb yalnız bütün bunların əksi çirkablar üçün yerə çevrilir.